İsrail hərbi hava qüvvələri İranın Təbriz şəhərinin hava limanına zərbələr endirməyə cəhd edib. Qeyd edilir ki, İranın hava hücumundan müdafiə sistemləri İsrailin hücumunu uğurla dəf edib. Nəşrin xəbərinə görə İsrail Təbrizi Şəhid Mədəni Beynəlxalq Hava Limanına bitişik əraziləri vurmağa cəhd edib. Agentlik əlavə edir ki, hazırda şəhərdə sakitlikdir. Vəziyyət tamamilə hüquq mühafizə orqanlarının nəzarəti altındadır. İsrail İranın paytaxtı Tehranın qərb hissəsindəki hərbi qarnizona hücum edib. Bu haqda Fars agentliyi məlumat yayıb. Dağıntılar və xəsarət alanlar haqqında hələ ki xəbər verilmir. İranın ali dini lideri Əli Xameneyinin ən yaxın adamlarından biri, Tehranın siyasi elitasında boz kardinal kimi tanınan Əli Şamxaninin taleyi ilə bağlı yayılan ziddiyyətli xəbərlər həqiqəti əks etdirmir. İranın dövlət mediası onun ölümü ilə bağlı xəbərləri təkzib edib. Bundan öncə müxalifət və xarici mənbələr, o cümlədən İran İnternasional Təşkilatı Şamxaninin İsrailin əməliyyatının ilk hədəflərindən biri olduğunu və onun iqamətgahına endirilən zərbə nəticəsində öldürüldüyünü açıqlayıb. İranın Nourners nəşri də onun ağır yaralandığını yazıb. Daha sonra yerli media hətta onun ölümünü təsdiqləyib. Ancaq İSNA qeyd edib ki, Şamxanini izləyən tibb qrupunun rəhbəri bu xəbərləri təkzib edib. Onun sözlərinə görə Ali Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri xəstəxanaya yerləşdirildiyi vaxtdan səhhəti stabil vəziyyətdədir. Şamxani həddən artıq simvolik fiqurdur. Əli Şamxani İslam Respublikasının yerarxiyasının ən nüfuzlu simalarından biridir. O, keçmişdə İran hərbi dəniz qüvvələrinin komandanı vəzifəsində çalışıb. Müdafiə naziri olub. Silahlı qüvvələrin strateji araşdırmalar mərkəzinə rəhbərlik edib. Eyni zamanda uzun müddət Ali Milli Təhlükəsizlik Şurasının katibi olub. Şamxani Səudiyyə Ərəbistanı ilə 2023-cü ildə Pekində keçirilən normallaşma danışıqlarında da iştirak edib. İranda o təkcə Ayətullah Xameneyinin nüfuzlu müşaviri deyil, həm də regional siyasət və müdafiə sahəsində əsas fiqur hesab edilir.